təkcə Allahla bərabər yaradan var deməkdir. Xeyr, bu rububiyyətdə şirkdir. Lakin insanların çoxsunun bilmədən də özlərinin düşdüyü şirk hansı şirkdir? İnsanlar bilmədikləri halda deyirlər, deyirlər ki, ey filan kəs bizə şəfa ver, ey filan kəs bizə yardım elə. Allah Azze ve Celle'nin hakkı olan bir şeyi Allah'tan başkasına verirler. Ve Allah Azze ve Celle'nin asla affetmediği günah şirktir. Allah Teala buyurur ki: "İnna Allah la yaghfiru en yushrike bih ve yaghfiru ma dun zalika limen yasha." Allah ona şerik koşanı asla bağışlamaz. Ondan aşağısını istediğine bağışlayar. Başka ayette Allah Teala buyurur ki: "İnnehu men yushrik billahi fakat harramallahu aleyhi'l cennet." Kim Allah'a şerik koşarsa Allah ona cenneti haram eder. Ve ma'vahun nar, onun yeri cehennemdir. Ve ma lizzalimin min ansar, zalimlerin de hiçbir yardımcısı olmaz.